Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlçi. Bugün sizlərlə məhlullar bölməsinin həll olma əmsalı mövzusundakı 1-dən 35-ə qədər olan sualları izah edəcəyik inşallah. Vaxt itirmədən birinci sualdan başlayaq. Hansı maddə suda həll olmur? Uşaqlar, çöküntülər suda həll olmur. Çöküntüləri biz iyonların birləşməsinə əsasən müəyyən edirik. Çöküntülər hansılardır? Gəlin variantlara bir-bir baxaq. Hidroksidlərdən uşaqlar, qələvi və qələvi torpaq metalların hidroksidləri, bir də NH4OH çöküntü deyil. Yerdə qalan bütün hidroksidlər çöküntüdür. Nə dedim? Qələvi və qələvi torpaq metallar: litium, natrium, kalium, rubidium, sezium, fransiyum, kalsiyum, stronsium, barium. Bir də NH4OH. Bu OH-lar çöküntü deyil. Yerdə qalanlar məsələn mis OH2 olsun, ferium OH3 olsun, ferium OH2 olsun, fərqi yoxdur. Hamısı çöküntüdür. Deməli, qələvi və qələvi torpaq metalın hidroksidi olduğu üçün A variantı suda həll olan əsasdır. Natrium xlorid. Uşaqlar, natrium, kalium müsbət, natrium müsbət, bir də NH4 müsbət. Bu iyonların əmələ gətirdiyi duzların hamısı suda həll olur. Yəni çöküntü duzlar əmələ gətirmirlər. Onda B variantı da, D variantı da, Y variantı da deməli suda həll olur. Dedim ki, bu iyonların əmələ gətirdiyi duzlar çöküntü olmur. Barium SO4, sulfatlardan uşaqlar barium, kalsiyum, barium, stronsium, bir də kalsiyum. Bu sulfatlar çöküntüdür. Yerdə qalan sulfatlar suda həll. Bir də qurğuşun, gümüş. Sulfatları çöküntüdür. Davam edirik. Onda C variantı nə oldu uşaqlar? Suda həll olmur. C variantı çöküntüdür. C variantı suda həll olmur. Keçirik ikinci suala. Temperaturun azalması ilə temperatur azaldı. Qazların suda həll olması necə dəyişir? Uşaqlar, tutaq ki, bir mayemiz var qabın içərisində. Daha sonra biz temperaturu azaltmağa başlayırıq. Uşaqlar, gəlin bir dənə qab çəkim, sizə bu hissəni tam şəkildə aydın izah edeyim. Bir daha yəni bu hissədə çaşma olmasın. Deməli uşaqlar, diqqətlə qulaq asın. Tutaq ki, bir dənə qabımız var. Qabın içərisində maye molekulları var. Maye molekulları bilirik ki, qismən aralarla bir-birlərinə daha yaxın yerləşirlər. Baxın. Daha sonra biz həmin mayəyə qabın ağzını kaş açıq tutardıq. Nəysə, qabın ağzını açıq təsəvvür eləyin də. Tutaq ki, həmin mayədə qaz həll eləmək istəyirik. Qaz molekulları da bir-birlərindən aralıdır. Qabla qaz molekullarını maye molekullarını da həll eləmək istəyirik. Deməli, qaz molekulları maye molekullarında deməli, qaz molekulları sürətlə xaotik hərəkət edir. Maye molekulları bir-birlərinə sıx yerləşirlər, qismən az hərəkət edirlər. Deməli, temperaturu tutaq ki, biz azaldırıq. Onda qaz molekulların hərəkət sürəti də azalmağa başlayır, həll olma artır. Deməli, temperaturu azaldanda qazların həll olması artır. Cavab oldu Y variantı. Tutaq ki, mən temperaturu artıraram. Onda qaz molekulları daha sürətli hərəkət eləməyə başlayırlar. Kim onları maye molekullarının içərisində tutmağa çalışa bilər ki, temperatur artıb, bunlar qaz molekulları daha sürətli hərəkət eləməyə başlayırlar və mayəni tərk eləməyə meyilli olurlar. Yəni temperaturu artıranda qazlar o qədər sürətlə hərəkət edirlər ki, maye molekullarının hərəkət sürəti yavaş olduğuna görə maye molekulu qaz molekulunu öz tərkibində saxlaya bilmir. Qaz molekullarının həll olması azalır. Yəni qaz molekulları uçub gedirlər. Amma temperatur azaldanda qazların sürəti də azalır, yavaş-yavaş hərəkət edirlər. Maye molekulları da qaz molekullarını öz daxilində tuta bilir. Yəni qazlarla bərk maddələrin, istərsə də mayələrin temperaturdan asılı olaraq həll olması müxtəlifdir. Qazlar bərk maddələrdən fərqlidir. Temperatur artanda xaotik sürətləri də artır. Qaz molekullarının sürəti artanda onu maye molekulları arasında onları saxlamaq mümkün deyil. Uçub gedəcəklər. Ona görə temperatur azalanda qaz molekullarının həll olması artacaq. Sürətləri yavaşlayır, maye molekulları da onları öz içərisində saxlamağa başlayırlar. Geçirik üçüncü sualı. İnşallah nə demək istədim sizə tam aydın olub uşaqlar. Əlimdən gəldiyincə sadə dildə izah eləməyə çalışdım. Qaz belə təsəvvür eləyin də, yəni saxlamaq mümkün deyil. Onsuz sürətləri var. Temperaturu biraz da artıracaq, biraz da sürətlənəcək. Maye onu öz içərisində necə saxlayar? Amma azalanda yavaşlayırlar, maye molekulları qaz molekullarını öz tərkibində saxlayır. Həll olma baş verir. Üçüncü sual, təzyiqin artırılması ilə bərk maddələrin həll olması necə dəyişir? Uşaqlar, mən bundan əvvəlki mövzularda da işləyəndə sizə deyirdim ki, təzyiqin bərk maddələrə dəxli yoxdur. Cavab dəyişmir, yəni C variantıdır. Niyə dəxli yoxdur? Uşaqlar, bərk maddənin molekulları necə yerləşir? Bərk maddənin molekulları, baxın, bir-birinə sıx yerləşir bu şəkildə. Sıx-sıx düzülüblər, düz deyil.
Bərk maddənin molekulları. Mən bunlara tutaq ki, təzyiqlə təsir edirəm. Təzyiqi nəyə təsir edəcəm? Onsuz da bunlar sıx-sıx yerləşiblər də. İndi mən burada arada boşluqlar kimi göründü ki, arada boşluq yoxdur. Burada da bərk maddənin molekulları sıx-sıx bir-birinə yerləşib. Yəni təzyiqi mən hara tətbiq eləyəcəm? Onsuz da bərk maddənin molekulları yetərincə bir-birinə sıx yerləşib. Təzyiq tətbiq eləyim, biraz da sıxım, sıxa bilmirəm axı. Onsuz da sıxdılar. Yəni arada heç boşluq yoxdur. Mənim çəkdiyimə baxmayın, mənim çəkdiyimdə boşluq var. Burada heç arada boşluq yoxdur. Ona görə bərk maddələr üçün təzyiq bizə maraqlı deyil. Cavab dəyişmirdi. Bərk maddələrdə təzyiqə baxmırıq. Keçirik 4-cü suala. Təzyiqin azaldılması, artıq burada qazlardan danışır. Qazlara təsir göstərir. Qaz molekulları bir-birinə aralı yerləşdiyinə görə təzyiq bunlara tətbiq eləsək, tutaq ki, təzyiq tətbiq eləsək, qaz molekulları başlayacaq, qabın həcmi kiçiləcək, bir-birinə sıx yerləşməyə. Baxın belə. Davam eləyirik. Deyir, təzyiqin azaldılması, qazların suda həll olması, təzyiq azaldılanda qazların suda həll olması necə dəyişir? Uşaqlar, təzyiqin azaldılması və yaxud artırılması qazların suda həll olması ilə düz mütənasibdir. Yəni təzyiq azalırsa, qazların suda həll olması da azalır. Niyə uşaqlar? Baxın, tutaq ki, mən təzyiqi azaldıram. Qabı bayaq göstərdim, müəyyən bir təzyiqlə təsir elədim. Qazların suda həll olması artdı. Çünki bir-birlərinə sıx yerləşdilər. Maye ilə daha yaxın yerləşməyə başladı. İnşallah nə demək istədiyim tam aydın olmur məncə. Keçin bir dəfə də buradan izah edeyim. İndi mən nə izah edirəm? Təzyiqin azaldılması və yaxud artırılması. Tutaq ki, bir dənə qabımız var. Ağzı bağlı qab. İçərisində qaz molekulları var. Mən bu qabın üzərində də baxın, porşen var, porşen. Porşen müəyyən təzyiqlə sıxılır. Qaz molekulları bu şəkildədir. Təzyiqi azaldıq deyir. Gəlin təzyiqi azaldaq. Porşeni yuxarı qaldırırıq. Porşeni qaldırırıq yuxarı. Bir dəqiqə. Porşeni qaldırdım yuxarı. Təzyiq yəni azaldı. P azalma. Azaldı. Təzyiq azalanda baxın uşaqlar, qaz molekullarının suda, baxın, tutaq ki, bunun altında da su var da, su molekullarını belə düzün tez-tez. Qaz molekulları da üstdədir. Müəyyən təzyiq var deyə qaz molekulları suda həll olur. Təzyiqi azaltdım, su molekulları yerini dəyişməyəcək ki, su molekullarına təzyiq təsir göstərmir. Qaz molekulları baxın, qalxır yuxarı. Heç maye yaxın belə gəlmir. Deməli, təzyiq azalanda, porşeni yuxarı qaldıranda qaz molekulları üçün əlavə sahə yaranır axı. Ona görə onların həll olması azalır. Baxın, mayədə heç həll olmadı. Maye qaldı öz yerində. Onlar getdikcə mayədən uzaqlaşdırırlar. Yəni, təzyiq azaldı, qaz molekullarının suda həll olması da azaldı. Artsaydı, məsələn, bu qabı mən biraz da sıxsaydım, yəni sıxmanı da sol tərəfdə göstərim. Tutaq ki, qabı biraz da sıxıram, porşeni azaldıram da. Baxın, maye buradadır axı. Qaz molekulları istər-istəməz gəlib mayenin içərisinə düşüb mayədə həll olacaq. Gördünüz uşaqlar? Deməli, təzyiqi artıranda qaz molekullarının suda həll olması artır, azaldanda isə azalır. Ona görə də cavabımız oldu Y variantı. Keçirik 5-ci suala. Temperatur artırdıqda hansı maddələrdən hər iki maddənin həll olması artar? Uşaqlar, temperatur artanda, bayaq izah elədim ki, temperatur artanda qazların suda həll olması azalır. Çünki qaz molekulları onsuz sürətli hərəkət edirlər. Temperatur artıranda biraz da sürətlənirlər. Heç bir molekul, yəni heç bir maye molekulu qaz molekulunun öz içərisində saxlaya bilmir. Deməli, temperatur artanda hər iki halda maddənin həll olması artırsa, bu maddə qaz halında maddə ola bilməz. Hər iki halında və yaxud da maye halda maddə olmalıdır. Ona görə cavablarda qaz halında olan maddələri atıram. Qaz halındadır, qaz halındadır, qaz halındadır. C2H6 uşaqlar üzvü kimyada öyrəncəsi etandır. Deməli 1-dən 4-ə qədər karbonlar üzvü kimyada, yəni alkanlarda qaz halındadır. Yəni CH4, C2H6, C3H8, C4H10 bunlar qaz halındadır. Qalanları maye 12-yə qədər, ondan sonra da bərk. Qaz halında olduğuna görə qaz halında olan maddələri atdım. Cavab da oldu D variantı. Duzlar uşaqlarda tərkibində metal atomu varsa, bilin ki, metal iyonu varsa o maddə bərk halında maddədir. Çünki metalların əksəriyyəti bərk haldadır. Bir dənə civə istisnadır, maye haldadır. Deməli, temperatur artanda həll olması artan maddə bərk maddələrdir. Bayaq qazların niyə artmadığını izah elədim. Ona görə mən cavablarda bərk halda olan maddələri seçəcəm. Seçdim, cavab da oldu D variantı. 6-cı sual. Təzyiq artdıqda hansı halda hər iki maddənin suda həll olması artar? Bayaq nə demişdim?
demişdim. Təzyiqin heç bir şəraitdə bərk maddəyə təsiri yoxdur. Çünki bərk maddənin molekulları onsuz sıx yerləşmir, yəni təzyiq onlara təsir göstərmir. Ona görə cavablarda bərk olan variantları başdan elə atıram. Metal, ferium xloric atdıq, natrium xlor atdıq, natrium SO4 atdıq. Deməli tərkibində metal varsa bərk halında olan maddələrdir. NH4 xlor da uşaqlar duzdur, ammonium nitrat da duzdur, onlar da bərk haldadır. Qaz halında olan maddə Y variantında dedim ki, təzyiq yalnız qaz halında olan maddələrə təsir edir. Bayaq da izah elədim ki, təzyiq artanda qaz halında olan maddələrin həll olması da artır. 7-ci sual. Hansı maddənin həll olması təzyiqdən asılı deyil, bərk maddələrin? Ona görə bərk maddələr olan cavabları seçirik. Qazlar olan variantları ataq. Hər ikisi qazdır, qazdır. SO3 mayedir uşaqlar. NO2 qazdır, cavab oldu Y variantı. Hər ikisi maye olan cavabı seçdim. Çünki dedim ki, bərk maddələrə təzyiq təsir göstərmir. Onların molekulları kifayət qədər sıxdır, daha sıxıla bilmirlər. 8-ci sual. Hansı maddələr suda həll olunur? Çöküntülər suda həll olunur uşaqlar. Gəlin baxaq hansılar çöküntülər. Demişdim ki, kalium, ammonium, natrium iyonlarının duzları suda həll olur. Deməli, yerdə qalanlar da suda həll olmayanlar da çöküntülərdir. 1-4 cavab oldu Y variantı. Bunu bir mənalı olaraq yadda saxlayın. Natrium, kalium və ammonium iyonlarının əmələ gətirdiyi duzlar suda həll olur. Ona görə də suda həll olmur deyəndə bu iyonların olduğu variantları başdan atırıq. Hansı suda həll olur deyir? Baxın, kalium var, ammonium iyonu var. 2-3 cavab oldu B variantı. Keçirik 10-cu suala. Hansı maddələrin məhlulları qızdırıldıqda onların kütlə payı artar? Uşaqlar, gəlin diqqətlə baxaq. Kütlə payı artar. İndi bu sualın mahiyyəti nədir? Bir-bir ona aydınlıq gətirək. Uşaqlar, tutaq ki, bir məhlul var. Məhlul nədir uşaqlar? Məhlul həlledici və həll olan maddədən ibarət bir sistemdir. Həlledici olaraq çox vaxt su götürürlər. Tutaq ki, suyumuz var qabın içərisində və qabın içərisində natrium OH həll eləyirlər. Plus natrium OH. Qabı qızdırmağa başlayırlar. Qabı qızdırırlar. Altdan temperatur verirlər. Temperatur. Deməli, qabı qızdıranda su getdikcə buxarlanmağa başlayır. Su buxarlananda qabın içərisində natrium OH qalır. Natrium OH da bərk halında maddədir, qüvvətli əsaslı, ona görə də parçalanmır. Qabın içərisində suyun miqdarı azalır, natrium OH-ın miqdarı artır. Hansı maddələrin məhlullarını qızdırdıqda kütlə payı artır? Ona görə natrium OH-ın kütlə payı artır. Kütlə payı necə hesablanır? Uşaqlar, tutaq ki, omega natrium OH-ı hesablayanda bərabərdir. Ümumilikdə məhlulun kütləsini məxrəcdə yazırıq. Natrium OH-ın natrium OH-ın kütləsini sürətdə yazırıq, vururuq 100-ə. Məhlulun kütləsi getdikcə azalır axı. Suyun məhlulun kütləsi nədir? Su üzərinə gəlinsin, natrium OH-ın kütləsi. Və məhlulun kütləsi su üzərinə gəlsin, natrium OH-ın kütləsi deyil. Suyun kütləsi getdikcə azalır, çünki su buxarlanmağa başlayır. Suyun kütləsi azalır, qabda natrium OH-ın kütləsi olduğu kimi qalır. Deməli, məxrəc azalır, sürətli olduğu kimi qalır. Məxrəc azaldığına görə kütlə payı getdikcə artacaq natrium OH-ın. Gəlirik HNO3-ə. HNO3 də eyni şəkildə həll olunur suyun içərisində, amma bir problemimiz var. Qabı qızdırdıq. Qızdıranda axı HNO3 də parçalanır. HNO3 parçalananda əmələ gətirir NO2-ni, O2-ni, bir də suyu. Uşaqlar, HNO3 deməli özü qızdırılanda parçalandı. Natrium OH parçalanmırdı, çünki bərk halında maddədir. HNO3 parçalandı, düz deyil. Parçalanandan sonra 2 dənə qaz əmələ gətirir axı. Bu qazlar da qabın içərisindən uçub gedirlər. NO2 də uçub gedir, O2 də uçub gedir. Qazlar özü demişdim ki, temperatur artanda qazların suda həll olması azalır. Çünki qaz molekulları o qədər sürətlə hərəkət edirlər ki, maye molekulu qaz molekulunu öz içərisində saxlaya bilmir. Qaz molekulu da qabın içərisində tərk edir. Yəni HNO3 parçalananda özdə qaz əmələ gətirdiyinə görə maddənin kütləsi də azalır. Məhlulun kütləsi də azalır, maddənin kütləsi də azalır. Ona görə də maddənin kütlə payı artmır. 2 yanlışdır. 3 də həmçinin NH4 OH da parçalanır uşaqları qızdıranda. NH4 OH da qızdırıldıqda parçalananda əmələ gətirir NH3, bir də H2O. H2O əmələ gətirdi. NH3 də qaz halında olan maddədir. Uşaqlar qabı tərk eləyəcək. Ona görə də 3 də deməli kütlə 3-ü də vururuq. Yəni 3 də bizim cavabımız deyil. Çünki kütlə payı artmadı. Məhlulun kütləsi də azalır. NH3 qazı çıxdığına görə deməli NH4 OH-ın kütləsi də azalacaq. Kalsium xlor 2 də uşaqlar sadəcə suyun kütləsi azalır. Çünki kalsium xlor 2 qızdırıldıqda parçalanmır. Natrium OH kimi, ona görə də cavabımız oldu 1-4, yəni B variantı. Keçirik 11-ci suala. Hansı maddələrin məhlulunu hazırlamaq
olmur. Biz hansı maddələrin məhlulunu hazırlamaq olmur uşaqlar? Su ilə reaksiyaya daxil olan maddələrin məhlulunu hazırlamaq olmaz. Məsələn, kalsium karbid üzərinə gəlinsin H2O. Mən kalsium karbid üzərinə gəlinsin H2O-nun məhlulunu hazırlaya bilmərəm. Çünki kalsium karbid H2O ilə reaksiyaya daxil olacaq və reaksiya nəticəsində alınacaq kalsium OH2, bir də C2H2. C2H2 qazla buxarlanıb gedəcək. Kalsium OH2 də bərk halında maddədir. Yəni qısacası mən burada məhlul hazırlaya bilmədim. Biri bərk halında maddə alındı, bir də qaz halında maddə alındı. Nə demək istəyirəm? Hansı maddələrin məhlulunu hazırlamaq olmur? Su ilə reaksiyaya daxil olanların məhlulunu hazırlamaq olmur. Ona görə də 4 bizim cavabımız deyil. Kalium OH su ilə reaksiyaya daxil olmur. Kalsium nitrat su ilə reaksiyaya daxil olmur. Onların məhlulunu hazırlamaq olar. Amma natrium hidrit su ilə reaksiyaya daxil olur və reaksiyası nəticəsində natrium OH, bir də H2 alınır. Yenə bərk halında maddə alındı, bir də qaz alındı, qaz da uçub gedəcək. Qısacası 1 və 2-nin suda məhlulunu hazırlamaq olmur. Bizdən olmayanları istəyir. 1 ilə 2-nin suda məhlulunu hazırlamaq olar, çünki su ilə reaksiyaya daxil olmurlar, amma 3 ilə 4-ün suda məhlulunu hazırlamaq olmaz, çünki onlar su ilə reaksiyaya daxil olub bərk maddə plus qaz əmələ gətirdilər. Cavabımız da oldu 3 və 4, yəni D variantı. Keçirik 12-ci suala. 3 dənə qab verib 3 dənə də maddə əlavə olunur. 20 dərəcə Selsidə hansı qablarda duzların verilmiş kütləsi suda tam həll olar? Uşaqlar, bir maddələrə baxın. Kalium SO4 dedim ki, kalium ionunun, natrium ionlarının, bir də ammonium ionlarının əmələ gətirdiyi duzlar suda həll olur. Digərləri isə istisnalar əsasında həll olanlar da var, həll olmayanlar da var. Amma bu 3 ionun əmələ gətirdiyi duzlar birmənalı olaraq suda həll olur. Baxırıq, kalium SO4 var, suda həll olur. Barium, dedim ki, SO4-lərdən barium, stronsium, kalsium suda həll olmur, çöküntüdür. Yəni, mən bunu suyun içərisinə əlavə eləsəm belə tam həll olma getməyəcək. Deməli, 2 bizim cavabımız deyil, çöküntüdür. Ferium SO4, SO4-lərdən hansının çöküntü olduğunu bildik. Ferium SO4 da suda həll olur. Deməli, 1 və 3 suda tam həll olacaq. 2 çöküntüdür, suda həll olmur. Cavab da oldu A variantı. Keçirik 13-cü suala. Eyni tipdə sualdır. Deyir, verilmiş kütləsi suda tam həll olur. Çöküntüyə baxaq. Qurğuşun SO4 çöküntüdür uşaqlar. Suda həll olmayacaq. Bir bizim cavab deyil. Natrium ionlarının əmələ gətirdiyi bütün duzlar suda həll olur. SO4-lərdən də kalsium, stronsium, barium çöküntüdür. Bir də qurğuşun çöküntüdür. Qalanları suda həll olur. Ona görə də 2 və 3 suda həll olduğuna görə cavabımız da oldu Y variantı. 14-cü sual. Həll olma əmsalı nədir? Müəyyən temperaturda 1000 milli həllədicidə doymuş məhlulu əmələ gəlməsi şərti ilə həll olan maddənin qramla miqdarı, yəni C variantı. Uşaqlar, müəyyən temperaturda 1000 milli məhlulda 1000 millilitr həllədicidə. Uşaqlar, həll olma əmsalı deyəndə ancaq həllədicidən danışaq. Gəlin həll olma əmsalını üstünü sizə yazım. KH bərabərdir M maddənin kütləsini böləcək M məhlulun kütləsinə olan nisbətinin faizli, faiz yox, 1000-ə vururuq. Gördünüz uşaqlar? Deməli, 1000 millilitr məhlul nədir? Həlledici. İstəyirəm. Məhlul olmaz, həlledici. Deməli, maddənin kütləsinin həlledicinin kütləsinə olan nisbətini vururuq 1000-ə. Yəni, qısacası 1000 milli həlledicidə həll olan maddənin kütləsi. Burada 1000 milli məhluldan danışıb bizə maraqlı deyil. 100 qram məhlul deyib, 100 milli həlledici deyib, xeyr, 1000 milli həlledici olmalıdır. Məhlulda həll olmuş maddənin kütləsi, məhlulun ümumi kütləsinə nisbətə elə kütlə payını tapır. Ona görə cavabımız oldu C variantı. 15-ci sual həll olma əmsalının vahidini göstərin. Həll olma əmsalının düsturu necə idi uşaqlar? Gördünüz. İndi həll olma əmsalının vahidi necə olacaq? Qram bölünsün. Həlledicinin kütləsi də olur uşaqlar. Həlledicinin həcmi də olacaq. Qram bölünsün litr. Cavabımız da oldu D variantı. Uşaqlar, burada kütlə də verilir, həlledici də verilir. Niyə? Çünki suyun kütləsi, uşaqlar, suyun kütləsi elə onun həcminə bərabər olur. Çox vaxtda biz həlledici olaraq su götürürük. Ona görə də birbaşa elə mən burada kütlə yazdım, amma həcmdir. Əsas düsturumuzda həcm olur və həlledici. Nisbətdə qram, daha doğrusu vahiddə qram bölünsün litrdir. 16-cı sual. 170 qram deməli suda maksimum 112 litr NH3 həll olunduğunu bilərək bu maddənin həll olunma əmsalını hesablayın. Gəlin hesablayaq uşaqlar. 16-cı sual. Deməli 170 qram suda suyun kütləsini bizə verib M su bərabərdir 170 qram
112 litr deməli həll olduğunu bilərək maksimum 112 litr NH3. 112 litr NH3-ün kütləsini biz müəyyən etməliyik uşaqlar. Bizə cavabı qram bölünsün litrlə. Yəni bayaq sizə dedim ki, həll olma əmsalının vahidi nədir? Deməli həll olma əmsalının ilk öncə düsturunu yazıram. KH bərabərdir M maddənin kütləsini böləcək V həlledicinin kütləsinə vuracaq 1000-ə. Gəlin indi yazaq. Bizə maddənin kütləsini verməyib, maddənin həcmini verib. Həcminə əsasən gəlin maddənin kütləsini müəyyən edək. İstənilən qaz 22,4 litr deməli həcm tutur. 1 molu 22,4 litr həcm tutur normal şəraitdə. Bizə də burada normal şərait deyil. Deməli 22,4 litr 1 mol, yəni 1 mol NH3-ün kütləsi 17 qramdırsa, uşaqlar 112 litr NH3 bizə verilib. 112 litr NH3-ün kütləsinin neçə qram olacaq? Bilmirik, x qram olacaq. Gəlin indi x-i müəyyən eləyək. X-lər getdi 5 dəfə, x-ə bərabərdir 35, 3 yadda 85. Deməli 112 litr NH3-ün kütləsi oldu 85 qram. NH3-ün kütləsini müəyyən elədik. İndi gəlin düsturda yerinə yazaq. KH bərabərdir. Maddənin kütləsi nə qədər idi? 85 qram bölünsün və həlledicinin kütləsi. Bizə suyun həlledicinin həcmini yazmalıyıq düstur, amma bizə suyun kütləsini verib. Suyun kütləsi elə onun həcminə bərabərdir uşaqlar. Bunu bir mənalı olaraq yadda saxlayın, çünki suyun sıxlığı onsuz da 1-dir, yəni. Deməli M bərabərdir R bölünsün V deyil. R bərabərdir M bölünsün V deyil. Səhv yazdım düsturu. R bərabərdir M bölünsün V deyil. R elə 1 olduğuna görə M bölünsün M ilə V də bir-birinə bərabər olur. Deməli, bizə burada həm suyun kütləsini verib, həm də bu V sudur. Yəni həlledicinin həcmi. Deməli, həlledicinin həcmini də bizə verib 170 qram, yəni 170 milli vurulsun 1000. Uşaqlar, digər maddələr üçün bərabər deyil. Bir dənə su üçün bərabərdir, çünki onun sıxlığı 1-ə bərabərdir. Digər maddələrdə sizə kütləni versə, aşağıda mütləq sıxlığı da verir. Ona uyğun siz həcm tapıb düsturda yerinə yazırsınız. Amma suda hər sıxlıq 1 olduğuna görə bizim heç həcm tapmamıza ehtiyac yoxdur. Suyun kütləsi elə onun həcminə bərabərdir. Digər maddələrdə yenə deyirəm, burada sıxlıq verəcək. Siz sıxlığı deməli kütləni verilən kütlənin sıxlığa bölüb, həcmi müəyyən eləyə bilərsiniz. Yəni indi veriləri yerinə yazaq. 10-a ixtisar getdi 5 dəfə, sıfırlardan biri getdi 500. Deməli, həll olma əmsalı da 500 qram bölünsün litrdir. Cavabımız da oldu C variantı. Gördük uşaqlar, keçirik indi 17-ci suala. 50 qram duz müəyyən temperaturda 200 milli suda həll olaraq doymuş məhlul əmələ gətirir. Bu duzun həmin temperaturdakı həll olma əmsalını hesablayın. Gəlin hesablayaq. Bizə maddənin kütləsini verib M maddə bərabərdir. Düsturda yerinə yazıb cavabı tapın uşaqlar. 50 qram. Temperaturda 200 milli su. Suyun həcmini verib və su bərabərdir 200 milli. 200 milli. Demək, doymuş məhlul. Bu duzun həmin temperaturdakı həll olma əmsalı. KH bərabərdir sual. Gəlin indi KH-ı yazaq. KH bərabərdir M maddənin kütləsini böləcəyi həlledicinin həcminə vuracaq 1000-ə. Uşaqlar, cavabı litrlə versə heç 1000-ə vurmağa ehtiyac yoxdur. Biz bunu 1000-ə vururuq ki, litrə çevirək. Maddənin kütləsi nə qədərdir? 50 qram. Həlledicinin həcmi nə qədərdir? 200 milli vurulsun 1000. İxtisarlarımızı aparırıq 5 dəfə. 5 dəfə 250 qram bölünsün litr. Cavab milli ilə vermişdi. Vurduq 1000-ə, litrlə hesabladıq. Deməli, həll olma əmsalı neçə oldu? 250 qram bölünsün litr oldu. Uşaqlar, sizi vahidlər böyük ehtimal çaşdıracaq. Amma diqqətlə baxın. Bunu 1000-ə vurmağımızın səbəbi buradakı millini litrə çevirməyimizdir. 18-ci sual. Müəyyən temperaturda duzun suda həll olmuş məhlulunun 250 qramında 50 qram duz varsa, duzun həll olma əmsalını müəyyən eləyin. Gəlin 18-ci suala baxaq. Deməli, məhlulun 250 qramında M məhlulun kütləsini bizə verib. 250 qram. Duzun kütləsini bizə verib. M maddənin kütləsi 50 qram. Həll olma əmsalını istəyir. KH bərabərdir sual. Uşaqlar, çox az uşaqlar götürürlər, KH bərabərdir yazırlar 50-nin 250 olan nisbəti. Amma mən KH-ın düsturunda demədim maddənin kütləsinin məhlulun kütləsinə olan nisbəti. Dedim ki, maddənin kütləsinin həlledicinin kütləsinə olan nisbəti. Yəni, KH-ın düsturu belədir uşaqlar. Maddənin kütləsinin, M maddənin kütləsini bölməliyik. M həlledicinin kütləsinə, həlledicinin kütləsinə olan nisbətidir.
vurulsun 1000. İndi biz həlledicinin kütləsini necə müəyyən edirik? Məhlulun kütləsini bizə verib 250 qram. 250 qram məhlulda 50 qram duz varsa, onda M həlledicinin kütləsi də bərabər olacaq. Həlledicinin kütləsi də bərabər olacaq. 250-dən 50-ni çıxırıq 200 qram. Deməli, həlledicinin kütləsi nəyə bərabər oldu? 200 qram. Həlledicinin kütləsi ilə həll olan maddənin kütləsi ümumilikdə məhlulun kütləsinə əmələ gətirir. Həlledici də deyir sudur. Dedim ki, suyun kütləsi ilə onun həcminə bərabərdir. Yəni, suyun kütləsi 200 qramdırsa, həcmi də 200 millidir. Çünki suyun sıxlığı 1-dir. Yəni, böləndə elə 200 qalır. Gəlin, indi veriləri yerinə yazaq. KH bərabərdir. Maddənin kütləsini bizə vermişdi 50 qram bölünsün. Həlledicinin kütləsi ilə həlledicinin həcmi uşaqlar, biz bura V yazmalıyıq. Çünki digər həlledicilər də ola bilər. Bayaq dedim. Deməli, həlledicinin kütləsi nə qədərdir? 200 qram. Su olduğuna görə həcmi də olacaq 200 milli. Milli vurulsun 1000 ki, litrə çevirək. İxtisarlarımızı aparırıq 5 dəfə. 5 dəfə də 50, 250 qram bölünsün litr. Deməli, həll olma əmsalı oldu 250. Cavab da oldu B variantı. Keçirik 119 nədir? 19-cu suala. Müəyyən temperaturda duzun 19. Məhlulun kütləsini bizə verib, M məhlul bərabərdir 320 qram. Bizə verib duzun kütləsini 120 qram, M maddənin kütləsi bərabərdir 120 qram. Uşaqlar, onda suyun kütləsi nə qədər olacaq? Məhlul olaraq nə edir? Müəyyən temperaturda duzun həll olma əmsalını hesablayın. Burada açıq bizə yəni müəyyən temperaturda sudan danışmır, amma sıxlıq da vermədiyinə görə biz elə maddənin həcmini onun kütləsinə bərabər götürəcəyik. M həlledicinin kütləsi də buradan bərabərdir. 320-dən 120 çıxırıq 200 qram. Dedim ki, həll olan maddə ilə həlledicinin kütləsi ümumilikdə məhlulun kütləsinə bərabər olur. Gəlin indi KH-ı hesablayaq. KH bərabərdir 120-nin maddənin kütləsinin həlledicinin həcmi olsun 200 milli vurulsun 1000. İxtisarlarımızı aparırıq 5 dəfə. 5-i də 120-yə vuranda uşaqlar 600 qram bölünsün litr. Deməli, həll olma əmsalı da oldu 600, cavab da oldu B variantı. Keçirik 20-ci suala. Hansı qrafik natrium nitrat və SO2-nin suda həll olmasının temperaturdan asılılığını doğru ifadə edir? Gəlin baxaq. Uşaqlar, natrium NO3 bərk halında maddədir, düz deyil. SO2 də qaz halında maddədir. Demişdim ki, temperatur artanda bərk maddələrin suda həll olması artır. İndi gəlin bir-bir qrafiklərə baxaq. A variantında suda həll olma temperatur artanda natrium NO3-ün suda həll olması azalır, bizə maraqlı deyil. Sabit qalmaq bizə maraqlı deyil. Yenə natrium NO3 azalır, maraqlı deyil. D variantı doğru kimi görünür, Y variantı da doğru kimi görünür. Hər ikisində natrium nitratın suda həll olması artır. Çünki bərk halında maddədir. Bərk halında maddənin molekulları bir-birinə olduqca sıx yerləşirlər. Onu maye molekulları arasında dağıtdıqda temperaturda artdıranda bərk maddənin molekulları bir-birindən aralanmağa başlayır. Yəni sürətləri ola bərk maddə molekullarda xaotik hərəkət edir, sadəcə çox yavaş hərəkət edir, yəni cüzi miqdarda heç bilinmir. Temperatur artıranda o hərəkət qismən artmağa başlayır, ona görə də mayedə daha asan həll olurlar. Bayaq sizə dedim ki, qaz halında maddələrin molekulları onsuz sürətlə xaotik hərəkət edir. Temperatur artanda o qaz molekullarının sürəti daha da artır və maye molekulları arasındakı məsafə qaz molekulları arasındakı məsafədən kiçik olduğuna görə maye molekulları qaz molekullarının aralarında saxlaya bilmirlər. Qaz molekullarının sürəti artır, mayəni tərk eləməyə meylli olurlar. Deməli, temperatur artanda bərk maddələrin suda həll olması artır, qazların isə suda həll olması azalır. Bunu hətta ikinci sualda izah etmişdim, niyə azalır. Şəkil üzərində də izah etmişdim. Cavab da oldu D variantı. Bu qədər sadə uşaqlar. Heç bir şəraitdə qaz molekulları temperatur artanda maye molekulları qaz molekulunun içində saxlaya bilmir. Onların sürəti artır, maye molekullarının sürəti azsa necə saxlasın? Azdır axı, necə saxlasın içində? 21-ci sual eyni sualdır. Deyir, temperaturdan asıllığını doğru göstərib. Yenə kalium nitrat bərk halında maddədir. Duzlar bərk halında maddədir. Tərkibində metal atom varsa uşaqlar, o maddə bərk halında maddədir. Bunu bir mənalı olaraq yadınızda saxlayın. CO2 də uşaqlar qazdır. Temperatur artanda CO2-nin həll olması azalacaq, sabit qalma yoxdur, azalır. Amma kalium nitratınki artacaq, ona görə də cavabımız oldu C variantı. 22-ci sual deyir ki, doymuş məhlulları duru yoxsa qatı? Gəlin, durudur yoxsa qatıdır? Uşaqlar, ilk öncə maddələrə diqqətlə baxın. Sulfatlardan dedim ki, gümüş qurğuşun, kalsium, stronsium, barium çöküntüdür. Çöküntüləri ayırdım.
Digərləri isə suda həll olur. Uşaqlar, əgər bir maddə çöküntüdürsə, onun suda məhlulu duru məhluludur. Ona görə 1, 2 duru, 3, 4 qatıdır. Niyə? Sual vericisi müəllim niyə? Uşaqlar, tutaq ki, argentium mesodor çöküntüdür, bərk maddədir, çöküntüdür. Bir maddəmiz var, məhlul. Məhlul maye molekullarını suyun üzərində yazıram. Qaz molekullarına baxın, altda belə biraz iri çəkirəm. Qaz molekulları belə düzülüb. Sıx-sıx düzülüb də, yəni heç burada arada məsafə yoxdur. Deməli, argentium SO4 var. Tutaq ki, burada argentium 2SO4. Uşaqlar, maye qaz deməli argentium SO4 çöküntü olduğuna görə həmçinin kalsium SO4-dən də eyni anlayışdır. Yəni ikisi də çöküntü olduğuna görə ikisi üçün də izah edirəm. Çöküntü olduğuna görə qabın dibinə çökəcəklər. Maye molekulları isə qabın arasında, yəni qabın içərisində paylanmış formada qalacaq. Maddənin hamısı qabın dibinə çökdüyünə görə, daha doğrusu əksəriyyəti də uşaqlar, praktiki cəhətdən həll olmayan çöküntü yoxdur. Biz çöküntüləri həll olmur deyirik, amma praktiki cəhətdən çox cüzi də olsa həll olurlar da. Bunu düzdür, məktəbdə tam öyrənmirik, amma əgər universitetə daxil olsanız, kimya sahəsində oxumağa davam etsəniz, praktiki cəhətdən həll olmayan çöküntü yoxdur. Yəni müəyyən bir dərəcəyə gətirdikdə və yaxud təzyiqi və s. artırdıqda miqdardan da asılı olaraq praktiki cəhətdən qismən hamısı həll olur. Ona görə argentium SO4 burada təsəvvür edək məktəb kimyası çöküntüdə həll olmur. Onda su qalacaq, baxın, duru şəkildə. Onların deməli məhlulları durudur. İndi mis SO4 ilə maqnezium SO4 niyə qatı olur? Uşaqlar, maqnezium məhlul var, qabın içərisində su var da, əlavə eləyirik maqnezium SO4. Suda həll olur axı. Həll olub bərk maddənin molekulları aralanacaq və qarışacaq maye molekullarının arasına. Ona görə də məhlulun nə oldu? Qatılığı artdı. Amma başlanğıcda isə bərk maddə dibə çökmüşdü. Maye molekullarının qatılığı, yəni heç bir şəkildə dəyişməmişdi, məhlul duru olmuşdu. Ona görə də cavabımız oldu A variantı. Keçirik 23-cü suala. Hansı maddələrin suda doymuş məhlulu qatıdır? Qatı olması üçün uşaqlar həmin maddə suda həll olmalıdır. Mən sizə qayıtdım, dedim ki, deməli hidroksidlər var. Burada baxın, hidroksidlər. Hansı hidroksidlər suda həll olur? Deməli bizə deyir ki, məhlulu qatıdırsa, deməli həll olan maddə götürməliyik. Həll olan maddə. 22-ci sualda izah elədim ki, maddə həll olmayanda qabın dibinə çökür. Məhlul duru qalır da. Maddə yoxdur axı içində, dibindədir. Deməli dibi bizə maraqlı deyil, məhluldan danışır. Çöküntü məhlulda aid deyil. Çöküntü qabın dibinə çökür. Məhlula, deməli suda həll olan maddələrə aiddir. Qatılıq artması üçün həmin maddə suda həll olmalıdır. Demişdim ki, hidroksidlərdən qələvi və qələvi torpaq metalların hidroksidləri, bir də ammonium hidroksid suda həll olur. Qalanları həll olmur, çöküntüdür. Onda maqnezium hidroksid çöküntüdür, bir suda həll olmur. Deməli qatılıq, deməli doymuş məhlul qatı deyil, durudur. Qabın dibində olacaq. Məhlul duru qalacaq. Bir bizim cavabımız deyil. Natrium OH qələvi və qələvi torpaq metalının, qələvi metalın hidroksid olduğu üçün suda həll olur. Məhlul qatı oldu. Uşaqlar, C12H22O11 bu da suda həll olan maddədir. Üzvü kimyada öyrənəcəksiniz. İndi siz kalsium SO4-ün çöküntü olduğunu bildiyinizə görə avtomatik 2-nin doğru olduğunu cavablara əsasən müəyyən eləyəcəksiniz. Dedim ki, sulfatlardan hansılar çöküntü idi uşaqlar, suda həll olmurdu. Kalsium, stronsium, barium, qurğuşun, bir də gümüş. Deməli 4 də çöküntüdür, bizim cavabımız deyil. Onun məhlulu duru olacaq, çünki qabın dibində olacaq. 2-3 cavab da oldu Y variantı. 24-cü sual, hansı maddələrin doymuş məhlulları durudur? Durudursa bizə çöküntülər lazımdır. Argentium, xlor, bir də kalsium SO4. 2 və 3 cavabımız da oldu A variantı. Duru deyirsə uşaqlar, bunlar qapının dibində qalacaq, məhlul duru olacaq. Kalium, dedim ki, kalium, natrium, bir də ammonium ionlarının əmələ gətirdiyi duzların hamısı suda həll olur. C6H12O6 da uşaqlar glikoza, yəni o da suda həll olan maddədir. Üzvü kimyanı keçəndə bu hissələr isə tam aydın olacaq. 25-ci sual, A qram maddə, maddənin kütləsini bizə verir. Gəlin veriləri yazaq. M maddənin kütləsini bizə verirdi. Neçədir? A qram. B qram suda. M həlledicinin kütləsini də bizə verdi. Həll edici. M həlledicinin kütləsini bizə verdi. B qram. Uşaqlar, sudan danışırsa, suyun sıxlığı 1 olduğuna görə elə suyun kütləsi onun həcminə bərabərdir. Və həll edici. Deməli, doymuş məhlulda həll olma əmsalını hesablayın. Gəlin hesablayaq da KH bərabərdir M maddənin kütləsinin və həlledicinin kütləsinə olan nisbətini vurmurduq 1000-ə. Gəlin indi hesablayaq. Veriləri yerinə yazaq. KH da buradan bərabərdir. Maddənin kütləsi A, həlledicinin həcmi B vurulsun 1000.
Deməli A bölünsün B vurulsun 1000 cavab da oldu. Y variantı. 26-cı sual. Məhlulları qızdırdıqda ilk anda ondan ayrılan X və Y maddələrini müəyyən edin. H2SO4 məhlulu, bir də H-xlor məhlulu. Uşaqlar, H2SO4-ün aqreqat halı necədir? Mayedir. Məhlul da bilirik ki, sudur, mayedir. H-xlorun normalda aqreqat halı necədir? Qaz halındadır. H-xlor uşaqlar qaz halında maddədir. Suda həll etdikdə məhlulu əmələ gəlir, xlorid turşusu H-xlor olur. Deməli, deyir məhlulu qızdırdıqda. Məhlulu qızdırdıqda H2SO4 də mayedir, su da mayedir. H2SO4-ün qaynama temperaturu suyun qaynama temperaturundan çoxdur. Ona görə də maddəni birinci nə tərk eləyəcək? H2SO4 tərk eləməyəcək. SO3 H2SO4-ün anhidridi deyil, H2SO4-ün tərkibindədir. Maddəni ilk tərk eləyən su olacaq. Çünki suyun qaynama temperaturu H2SO4-ün qaynama temperaturundan aşağıdır. Su maddəni tərk eləməyə daha çox meyllidir. Amma ikincidə isə H-xlor qaz halında olan maddədir. Qaz halındadır. Onu saliblər suyun içərisinə həll eləyiblər. Qaz molekullarının sürəti çoxdur, axı onsuz da mayyəni tərk eləməyə, yəni şərait axtarır ki, mayyəni tərk eləsin. Temperatur verirlər mayeyə. Qazdır. Bu qaz molekullarının sürəti getdikcə artmağa başlayır. Getdikcə qaz molekullarının sürəti artır. Yəni H-xloru artıq maye molekulları, H-xlor molekulları, yəni qaz molekullarını maye molekulları arasında saxlamağa heç bir səbəb yoxdur. H-xlor maye molekullarını tərk etmək üçün onsuz da can atırdı. Temperaturu verdik, sürətləri artdı, maye molekullarını tərk edib gedəcək. Yəni ikinci olaraq H-xlor qaz halında olduğuna görə ilk qabı tərk edən maddə H-xlor olacaq. Cavabımız da oldu A variantı. Qaz halında maddədirsə, qaz halında maddəni, yəni molekulları bir-birinə çox aralı yerləşdiyinə görə onu yəni saxlamaq olmur qabın içərisində. Amma A variantında isə suyun qaynama temperaturu daha aşağı olduğuna görə, hər ikisinin aqreqat halı maye olduğuna görə qaynama temperaturu aşağı olan buxarlanıb gedəcək. 27-ci sual. 60 dərəcə Selsidə 1 litr suda doymuş məhlul hazırlamaq üçün götürülmüş maddələrin kütlələrin artma sırasını göstərin. Gəlin göstərək. Bir-bir maddələrə baxaq, yəni qrafiklərə baxaq. Maddələrin kütlələrin artma sırası. Gəlirik 60 dərəcə Selsi. Temperaturu tutduq 60 dərəcə Selsi. 60 dərəcə Selsiyə uyğun kütlələri müəyyən eləyək. Tutaq ki, natrium xlorun kütləsi baxın buradan başlayır, gəldi, qalxdı yuxarı 390 olsun. Təqribi özümüzdən yazırıq. Qalxırıq MiSO4 60 dərəcə Selsi bu nöqtədə kəsişir. Olsun 420, təqribi yazıram. NH4 xlorda 600-ə yaxındır. Olsun elə düz 600-də kəsişir. Olsun 600 qram. Deməli, qram bölünsün litr, qram bölünsün litr, qram bölünsün litr. Çünki bizə KH-ı verib. KH-ı verib 1 litr suda. V həlledicinin həcmini də verib. V həllədici bərabərdir 1 litr. Yəni 1000 millilitr. 1000 milli. Deyir ki, götürülmüş maddələrin kütlələrinin artma sırasını müəyyən edin. KH-ı da bizə verib, hamısı üçün bir-bir verib uşaqlar. Gəlin, hamısı üçün bir-bir KH yazım. KH natrium xlor bərabərdir 390 müəyyən elədik. KH MiSO4 üçün hesab. Gəlin, burada elə birbaşa yazaq. MiSO4 bərabərdir 420. Eynisinin KH-ını gəlirik yazırıq NH4 xlor üçün. NH4 xlorda da KH oldu 600. Qram bölünsün litr. Hamısının KH-ını da bilirik. İndi bizə kütlələrini istəyir. Uşaqlar, KH-ın düsturu nədir? KH bərabərdir M maddənin kütləsinin həlledicinin kütləsinə olan nisbətini 1000-ə vurmurduq. Gəlin, indi buradan maddənin kütləsini müəyyən eləyək də. M natrium xlorun kütləsi buradan bərabərdir. Və həlledicimiz nə qədərdir uşaqlar? 1000 milli deyil. Elə 1000-ə də vurduğumuza görə bunlar ixtisar getdi. KH elə bərabərdir M həlledicinin həll olan maddənin kütləsinə. Deməli, hamısının kütləsi elə onların KH-ını müəyyən elədi. Deməli, belə yazmayaq. Onda natrium xlorun kütləsi də olacaq 390 qram. Gördünüz uşaqlar? Çünki bizə həlledicinin həcmini verib 1000 millilitr. Elə onu 1000-ə vuranda avtomatik bunlar ixtisar gedir də. Bütün maddələrin KH-ı elə ona da həll olan maddənin kütləsinə bərabərdir. Onda həll olan MiSO4-ün kütləsi nə qədərdir? 420 qram. Həll olan NH4 xlorun kütləsi nə qədərdir? NH4 xlorun kütləsi oldu 600 qram. Gördünüz uşaqlar, hamısını bir-bir müəyyən elədik. Artma sırasını istəyir natrium xlor, MiSO4, NH4 xlor. Cavab da oldu A variantı. Keçirik 28-ci suala.
Müəyyən temperaturda 250 qram 20% duz məhlulunun üzərinə 10 qram həmin duzdan əlavə etdikdə doymuş məhlul əmələ gəlir. Bu duzun həmin temperaturdakı həll olunma əmsalını hesablayın. 28-ci sualı yavaş-yavaş oxuyaq. Müəyyən temperaturda 250 qram 20% duz məhlulu. 250 qram 20% duz məhlulu nə deməkdir? Yəni məhlulun kütləsi 250 qramdır, tərkibində 20% duz var. 250-nin gəlin 20%-ni tapaq, bölünsün 100, sıfırlar ixtisar getdi, 50 qram. Deməli 250 qram məhlulun tərkibində 50 qram duz var. Deməli 50 qram duz varsa 250 qram da məhlulun kütləsi də 250 qramdan 50-ni çıxırıq, 200 qram da həmin məhlulun tərkibində su var. Deməli məhlulun tərkibi 20% olduğuna görə tərkibində 50 qram duz, 250-dən də 50 çıxanda 200 qram da su olur. Deyir, duz məhlulunun üzərinə həmin duzdan 10 qram da həmin duzdan əlavə edək. Deməli onda M duzun kütləsi nə qədər olacaq? 50 qram başlanğıcda 250 qram 20% məhlulun tərkibində 50 qram duz var idi. 10 qram da əlavə elədilər. Ümumilikdə duzun kütləsi nə qədər oldu? 60 qram oldu. Düz deyil. Deməli həmin duzun həmin temperaturdakı həll olma əmsalını müəyyən edin. Uşaqlar, duzun deməli kütləsi artdı, amma suyun kütləsinə heç bir şey təsir göstərmədi. Suyun kütləsi artmadı. Sadəcə duzun kütləsi artdı. Onda gəlin KH-ı hesablayaq elə həmin temperatur üçün. KH bərabərdir maddənin kütləsi. Maddənin kütləsi uşaqlar 60 qram olub artıq 10 qram əlavə elədik axı. Suyun kütləsi dəyişmədi. Elə 200 uşaqlar suyun kütləsi elə onun həcminə bərabərdir. Yəni 200 qram elə 200 millidir. Çünki suyun sıxlığı 1-dir. Vurulsun 1000 cavabı litrlə ifadə eləmək üçün ixtisar getdi 5 dəfə 300 qram bölünsün litr. Deməli həll olma əmsalı da oldu. 300 qram bölünsün litr. Cavab da oldu Y variantı. 29-cu sual 250 qram 20% duz məhlulunu doymuş hala gətirmək üçün məhlula 70 qram duz əlavə edilmişdir. Duzun həll olma əmsalı neçə qram bölünsün litrdir? Uşaqlar bayaq elə bu tipdə sual həll elədi. 250 qram 20% duz məhlulu, yəni 250 qram məhlulun içərisində 20% duz var. Gəlin 250 qramın 20%-ni tapaq ilk öncə. Deməli uşaqlar, qabın içərisində 50 qram duz var. Qabın içərisində 50 qram duz varsa uşaqlar neçə qram su olmuş olur? 250 qram ümumilikdə məhlulun kütləsidir. Tərkibində 50 qram duz var. Ümumilikdə 200 qram da su olmuş olur. Davam edirik. Doymuş hala gətirmək üçün 70 qram da duz əlavə edilir. 50 qram duz qabaqcadan qabın içərisində var idi. Onda M maddənin, yəni duzun kütləsi bərabərdir. 50 qram duzumuz var idi. 70 qram da duz əlavə edilir. Ümumilikdə qabın içərisində duzun kütləsi oldu 120 qram. Duzun həll olma əmsalını istəyir. Gəlin yazaq. KH bərabərdir. Ümumilikdə duzun kütləsini müəyyən elədik 120 qram. Suyun kütləsini də bayaq bilirdik 200 qram. Suyun kütləsi ilə onun həcminə bərabərdir. Çünki suyun sıxlığı 1-dir. 200 milli vurulsun 1000. 200 ixtisar getdi 5 dəfə. 5-də 120-yə vuranda 600. Deməli duzun həll olma əmsalı da oldu. 600 qram bölünsün litr. Cavab da oldu D variantı. Keçirik 30-cu suala. Yenə eyni tipdə sualdır. Gəlin baxaq 30-cu sualı yavaş-yavaş oxuyub yazaq. 400 qram 20% duz məhlulu. İlk öncə gəlin 400 qramın 20%-ni tapaq. Bölünsün 100, ixtisarlarımızı aparırıq 2 dəfə 80 qram. Deməli 80 qram 400 qram duz məhlulunun içərisində duz vardır. Doymuş hala gətirmək üçün məhluldakı suyun yarısı buxarlanmışdır. Deməli bizim 400 qram məhlulumuz vardı. Tərkibində 80 qram su varsa ümumilikdə oldu 320 qram su var deməkdir. Suyun kütləsini müəyyən edir. Suyun yarısı buxarlanıb. Suyun yarısı buxarlanıbsa qabın içərisində qaldı 160 qram su. 320 qramın yarısını buxarlandırdım. 160 qram su qaldı. Duzun həll olma əmsalını istəyir. Gəlin yazaq. KH bərabərdir. Duzun kütləsinə bir şey olmadı ki, su buxarlandı. Qabın içərisində 80 qram duz var idi. Suyun yarısı buxarlandı. Qabın içərisində 160 qram su qaldı. Vurulsun 1000. Uşaqlar, suyun kütləsi elə onun həcminə bərabərdir. Çünki suyun sıxlığı 1 qram bölünsün santimetr kubdur. İxtisarlarımızı aparırıq 2 dəfə. 1000-i də yarıya böləndə 500. Deməli, həll olma əmsalı 500 qram bölünsün litrdir. Cavabımız da oldu elə B variantı. Keçirik 31-ci suala.
800 qram 20% məhlulu doymuş hala gətirmək üçün eyni tipdə sualda ilk öncə gəlin 800-ün 20%-ni tapaq. Vurulsun 20, bölünsün 100. İxtisarlarımızı apar 2-dən 0 getdi, 160 qram. Deməli, qabın içərisində 160 qram duz vardır. Doymuş hala gətirmək üçün suyun yarısı buxarlanmışdır. Suyun kütləsini gəlin müəyyən edək. Məhlulun ümumi kütləsi 800 qram. Məhlulun kütləsinin duzun kütləsini çıxanda suyun kütləsini müəyyən edərik. 640 qram. Suyun kütləsi deyir, suyun yarısı buxarlanıb. Deməli, qabın içərisində yarısı buxarlanandan sonra 320 qram su qalıb. Deyir, həll olma əmsalını müəyyən edin. Onda KH bərabərdir. Duzun ümumi kütləsi məhlulun içərisində nə qədərdir? 160 qram. Yaxşı, bəs suyun kütləsi nə qədərdir? 320 qram. Vurulsun 1000. İndi ixtisarlarımızı aparırıq. 2 dəfə bərabərdir. 500 qram bölünsün litr. Deməli, həll olma əmsalını müəyyən edib 500 qram bölünsün litr. Cavab da oldu A variantı. Keçirik 32-ci suala. Qrafikə əsasən X maddəsinin həll olma əmsalını müəyyən edin. Gəlin ilk öncə qrafikə baxaq. 32-ci sual. Deməli, məhlulun kütləsi 200 qram olanda M məhlulun kütləsi, məhlul üçün yazıram indi, bərabərdir 200 qram, düz deyil. Maddənin kütləsi, yəni X maddəsinin kütləsi nə qədər oldu? M. X maddənin kütləsi də bərabər oldu M. Uşaqlar, maddənin kütləsi M həlledicinin kütləsi, həlledici. Maddənin kütləsinin həlledicinin kütləsinə olan, deməli, həlledicinin kütləsinə olan cəmi məhlulun kütləsini verir. Deməli, məhlulun kütləsi də buradan bərabərdir, yəni 200 qram bərabərdir. Maddənin kütləsi üzərinə gəlinsin M həlledicinin kütləsi, həlledicinin kütləsi. Deməli, bizə nə edir? Deyir, həll olma əmsalını müəyyən edin. Gəlin ilk öncə həlledicinin kütləsini bir müəyyən eləyək. M həlledicinin kütləsi, çünki həll olma əmsalının düsturunda həlledicinin kütləsi bizə lazımdır. Kütləsi yox, həcmi lazımdır. İndi burada həcmdən kütləni 1 götürüb 20 dərəcə Selsi temperatur üçün hesablayırıq bu arada. Temperatur bir işimizə yaramır, yenə də yazıblar da orada. Deməli, daha doğrusu bu məsələdə hesablamır. Onda həlledicinin kütləsi də bərabərdir 200 çıxılsın M. Məhlulun kütləsindən maddənin kütləsinin 2 çıxanda həlledicinin kütləsini müəyyən edirik. KH da bərabərdir maddənin kütləsinin, yəni M-in həlledicinin kütləsinə olan nisbəti 200 çıxılsın M. Deməli, 1000-ə hansıdır? Vururuq 1000-ə. Deməli, cavabımız da oldu hansı variant? 1000M, 200 çıxılsın M, cavab da oldu A variantı. Bu qədər sadə uşaqlar. Eyni tipdə sualda gəlirik 33-cü sualda həll edirik. Yenə həll olma əmsalını istəyir. Burada uşaqlar, deməli, 200 yerinə sadəcə 300 yazırıq. Ona görə də cavabımız da oldu D variantı. Keçirik 34-cü suala. Nə doğrudur? X maddəsi, deməli, həll olma, temperatur artır. Baxın, temperaturun həll olmanın daha doğrusu temperaturdan asıllıq qrafikini verib. Deyir ki, temperatur artanda X maddəsinin həll olması artır. Uşaqlar, bərk maddələrin, bir də mayələrin temperatur artanda həll olması artır. Bunu bayaq izah elədim. Çünki tutaq ki, bərk maddənin molekulları, tutaq ki, yox, elə fakt budur. Bərk maddənin molekulları bir-birinə sıx yerləşir. Ona görə də o maye molekulları isə bərk maddəyə nisbətən aralı yerləşir. Bərk maddənin maye molekulları arasına saldıqda həll olma baş verir. Amma temperatur artıranda artıq bərk maddənin molekulları sıx da yerləşir, cüzi hərəkət eləyirlər də. Temperatur artanda o cüzi hərəkət qismən artmağa başlayır və bərk maddənin molekullarının hərəkət sürəti artdığına görə maye molekulları arasında daha sürətlə qarışır. Yəni bərk maddənin molekulları sıx idi, qismən sürətləri yəni artır. Ona görə də maye daha tez qarışır. X maddəsi bərk halında maddə olmalıdır. Bizə deyir ki, X maddəsinə baxırıq, O2 uşaqlar qaz halında maddə olmur. Ona görə X maddəsinin işimiz bitdi. Keçirik Y maddəsinə, həll olma azalır. Dedim ki, qaz halında maddələrin temperaturu artdırdıqda həll olması azalır. Çünki qaz molekulları onsuz da bir-birlərinə aralı yerləşirlər. Onun maye molekulları isə qaza nisbətən sıx yerləşir. Qazı mayenin içərisində həll eləyəndə maye molekulları qaz molekullarını öz içərisində tutmağa çalışır. Amma temperatur artıranda bayaqdan deyirəm, qaz molekullarının hərəkət sürəti getdikcə artmağa başlayır. Yəni maye molekulları qaz molekullarını öz içərisində saxlaya bilmir. Ona görə də maye molekullarının qaz molekullarının həll olması azalır. Y maddəsi bərk ola bilməz. Bərk olsaydı X maddəsi dedim ki, bərkdir, həll olma artardı. Y maddəsi N2, yəni qaz halında olan maddədir. Yalnız 3 cavab da oldu C variantı. Deyir ki, maddələri verib X, Y, həll olma əmsallarını verib hansı qrafiklər doğrudur? Deməli, 20 dərəcə Selsidə 300, 500, həll olma əmsalı 340, 470. Gəlin bir qrafiklərə bir baxaq. Həll olma əmsalı deyir ki, təzyiq və atmosfer təzyiqindən asılı deyil. Uşaqlar, indi qayıdırıq təzədən qrafikin yanına. Diqqətlə baxın.
X maddəsindən başlayırıq. Temperatur 20 dərəcə Selsidə X maddəsinin həll olma əmsalı 300 qramdır. Yəni 1 litr, baxın qram bölünsün litr. 1 litr həll edicidə 300 qram maddə həll olunur. Həll olma əmsalı bunu ifadə edir. Temperaturu artırıb, yəni burada temperatur artır da, həll olma əmsalı da artıb. Yəni 1 litr temperaturda 20 dərəcə Selsidə 300 qram maddə həll olurdsa, 50 dərəcə Selsidə 340 qram maddə həll olur. Temperatur artanda həll olması artan maddələr hansı? Bayaq izah elədim. Bərk maddələr, bir də mayələrin temperatur artanda həll olması artır. Amma qazlarda baxın aşağıdakı Y maddəsinə. 20 dərəcə Selsidə 500 qram maddə həll olurdu, 50 dərəcə Selsidə 470 qram maddə həll olur. Həll olması getdikcə azalır. Demək, temperatur artanda həll olması azalan maddə də oldu, qaz uşaqlar. Bunu bayaq izah elədim. Yəni bayaqdan elə bu mövzuda, yəni bu bölmədə bu tipdə sualları izah edirik. Deməli, həll olma artanda qaz molekulları arasında temperatur artanda qaz molekulu diqqətlə dediyim cümləyə qulaq asın. Temperatur artanda qaz molekulları arasında məsafə çox olduğuna görə, onların xaotik sürətləri çox olduğuna görə temperatur artanda bu sürət getdikcə artır. Maye molekulları qaz molekullarını öz içərisində saxlaya bilmirlər. Ona görə də həll olma azalır. Bərk və mayələrdə isə molekullar bir-birlərinə sıx yerləşdiyinə görə temperatur artırdıqda qismən aralanır və beləliklə maye molekulların içərisində daha yaxşı qarşılar. İndi gəlin 35-ci sualdan qrafiklərə baxaq. Cədvələ əsasən indi qrafikləri müəyyən edək. Deyir, X maddəsi təzyiq artdıqda, təzyiq və atmosfer deyir ki, həll olma əmsalı sabit qalır təzyiq artanda. Uşaqlar, birinci qrafik düzdür. Mən dedim ki, X maddəsi ya bərkdir, ya da maye halda olan maddədir. Y də qaz halında olan maddədir. Bunu bayaq müəyyən elədik. Bərk və yaxud mayələrə təzyiq təsir göstərmir. Ona görə də qrafik sabitdir, 1-dir. Uşaqlar, bərk halında maddənin onsuz da X bərk də ola bilər, maye də ola bilər. Mayələrə qismən təzyiqlə təsir göstərmək olur, qismən aralıqda molekullar. Amma bərk maddənin molekulları onsuz da bir-birlərinə yapışıq vəziyyətdə. Təzyiqi mən hara tətbiq edəcəm? Onsuz da sıxdır da. Yəni masa bərk halında maddədir. Masa onsuz da sıxdır. Təzyiq tətbiq edəcək nə olacaq? Masa qırılacaq. Masa bir-birinə yaxınlaşmayacaq ki, masa molekulları. Yəni masanı siz əlinizlə sıxıb saxlayanda masanın molekulları bir-birinə yaxınlaşır. Yox, əlbəttə. Deməli, bərk maddəyə təzyiq təsir göstərmir. Birinci qrafik doğrudur. Y qaz halında maddədir. Deyir, təzyiqi artıranda həll olma əmsalı da artır. Doğrudur uşaqlar. Qaz halında olan maddələrin, bunu bayaq da izah elədim. Qaz halında olan maddələrin molekulları bir-birinə aralıdır. Mən təzyiqi artıranda, yəni porşenlə yuxarıdan sıxmağa başlayanda, təzyiqi artıranda, buradan da tutaq ki, sıxılır da porşenlə. Müəyyən bir təzyiqdə. Porşeni artırdıqda onda artıq qaz molekulları bir-birlərinə daha çox sıx yerləşməyə başlayacaq. Üstən, burada təzyiqi artırmamışam, azaltmışam. Artırmışam. Yəni artırdım da təzyiq qabı sıxdım, təzyiqi artırdım. Qaz molekulları deməli bir-birinə aralı yerləşirdi, düz deyil. Təzyiqi artırdım, qaz qabının ölçüsü kiçilir, axı təzyiqi artırmışam, təzyiq verirəm. Qaz molekulları bir-birinə yaxınlaşır. İçəridə də maye olsa, vəbşə maye daha yaxşı qarışacaq da. Artıq sıxıram axı qaz molekullarını mayenin üstünə. Həll olmağa onu məcbur eləyirəm. Deməli, təzyiq qaz molekullarının təzyiqi artdıqda həll olması artacaq. 2 də doğrudur. Keçirik 3-ə. X maddəsi ya bərkidir, ya maye. Dedim kimi təzyiq onlara təsir göstərmir. 3-cü qrafik yanlışdır. Cavab 1 və 2, yəni Y variantı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə məhlullar bölməsinin həll olma və həll olma əmsalı mövzusundakı 1-dən 35-ə qədər olan sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.